Xürrəmlər hərəkatı, Babəkin başçılığı ilə ərəblərə qarşı azadlıq müharibəsi. Azərbaycanda Xürrəmlər hərəkatı qədim Pəhləvi dilində əbədi od günəş mənalarını verir. Müəyyən fasilələrlə 60 ildən artıq davam etmişdir. Xürrəmlərin şüarı torpağı və istehsal vasitələrini hakim təbəqənin asılığından xilas etməgidir. Xürrəmlər sosial bərabəri yolunda mübarizə aparıb, bütün təbəqələrdən olan gənclər üçün istisnasız kəbin hüququ azadlığı, maddi nemətləri insanlar arasında bərabər bölüşdürmək kimi tələblər irəli sürürdülər. Xürrəmlər Azərbaycanın istiqlaliyyətini bərpa etmək istəyirdilər. Vətəni ərəb işğalçılarından qurtarmağa çalışırdılar. Xürrəmlər İslamın bəzi ehkamlarına qarşı çıxır, qədim dini ayinləri ona qarşı qoyurdular. Onların fikrincə dünya əbədi mövcud olduğu kimi, İnsanın ruhu da əbədidir. Xürrəmlər tarixdə ilk dəfə ərəb işğalçılarına qarşı mübarizədə azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmış və qırmızı paltar geymişlər. Xürrəmlərə başçılıq edən Cavidan və Əbu İmran arasında kəskin mübarizə gedirdi. Cavidan Bəz qalasının sahibi və Xürrəmlərin başçısı idi. Hər il qış vaxtı Zəncan bazarlarında qoyun satardı. 816-cı ildə Babəklə də ilk dəfə bazarda rastlaşmışdı. Özü ilə Bəz qalasına gətirmişdi. Babək 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində kasıb bir ailədə doğulmuşdu. 1 yaşındaykən atasını öldürmüşlər, anası Sərab şəhərinə köçərək oğlunu çətinliklə böyütmüşdü. Babək əvvəlcə çoban, sonra dəvə karvanlarında sarban, Təbrizdə usta yanında şagird işləmişdi. 816-cı ildə növbəti döyüşlərin birində Cavidan və Əbi İmran bir-birini öldürdülər. Cavidanın dul qadının təşəbbüsü ilə Xürrəmlər icmasının başına 18 yaşlı Babək keçdi. Babək olan üsyanları təhlil etdi, uğursuzluğun səbəblərini araşdırdı və belə qənaətə gəldi ki, xalqı ayağa qaldırıb silahlandırmaqla ölkəni əsarətdən xilas etmək olar. Babəkin ordusunda təkcə atlılar 20 min nəfər idi. Babək orduda ciddi hərbi insan yaratdı. Xürrəmlərə Muaviyyə, Abdullah, Tarxan, Adin və Rüstam başçılıq edirdi. Xürrəmlərin mərkəzi Azərbaycan idi. Təkcə Azərbaycanın cənubunda və Deyləmdə Babəkin tərəfdarları 300 min nəfərə çatırdı. 9-cu əsrin 20-ci illərinin sonuna doğru azadlıq müharibəsi gençlənərək xilafəti sarsıtdı. Göndərilən güclü ərəb ordusu 2 il hazırlıqdan sonra 829-cu il iyunun 3-də Həştədsər tağında Xürrəmlərlə həllici savaşa başladı. Məqsəd Bəz qalasını ələ keçirmək idi. 150 minlik ərəb ordusundan 30 min nəfəri məhv edildi. Xəlifənin sevimli sərkərdəsi Məhəmməd Əl-Tusi öldürüldü. Sonraki il Xürrəmlər Həmədan şəhərini tutdular. Bu ərəb orduları üzərində 5-ci qələbə idi. 833-cü ilin sonunda Həmədan şəhəri yaxınlığında şiddətli döyüş başladı. Xürrəmlər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Onların itkisi 60 mindən 100 minə qədər idi. Xəlifə dövlətin fəaliyyətini, bütün ordunu, maddi və hərbi sursatı Babəklilərə qarşı yönəltdi. Niyə gəldin? Nə istəyirsən məndən? Oğlumu, buğday istəyirəm səndən. Sən onu qürbətə, Həmədana ölümə göndərəndə heç uf demədin. Özün burada o ətli yılanın ağışında qaldın. Gecə gündüz məsti xumar oldun. Amma uca tanrım, mənim dualarımı eşitdi. Oğlumu hifz elədi. Oğlu öz anasına qaytardı. Eşidirsən mi? Mənə öz anasına qaytardı. Sən mənə iftira atırsan ey qadın. Oğul atanın üstünə qaldırırsan. Xürrəmi qızları belə döyüşə hazırlaşdığı bir vaxtda sən mənim oğlumu köz bucaqda gizlətmisən. Ulu tanrım, Cavidanın bir düşmanı vardı, Əbu İmran. Amma sən Məşriqi də bizə düşman elədin, Məğribi də. İndi təkcə buğday qalmışdı mənim üçün. Məhv olmuş, tək qalmış mənim üçün yox. Canımı ala bilərsən məndən, amma oğlumu yox. Çünki o mənim oğlum, deşidirsənmi, mənim oğlumdur. Axlısan. Əgər buğday atasını görməyə gəlmədisə, demək mənim oğlum yoxdur. Qay, Babək oğlu buğday bir döyüşçü kimi əmrimi eşitsin. Sərkərdə Babəkin huzuruna gəlsin. Mən buradayım ata. Bağışla məni. Xahiş edirəm məndən heç bir şey soruşma. Nə olubsa hamısını bilirsən. 10 minlərlə igidlərimiz orada Həmədanda uğursuz şəhərin qapılarında həlak oldu. Amma mənim oğlum sağ salamat qaldı. Misilsiz bir qırğın ata. Kim ki öldürürdü gözlərində vəhşət vardı. Kim ki ölürdü gözlərində dəhşət vardı. Amma mənim oğlum sağ salamat qaldı. Düşmən sayca bizdən qat-qat üstün idi ata. Onların ilan dilli haşan izələri... Amma Babəkin oğlu sağ salamat qaldı. Sağ salamat qaldı. Düşmən sayca bizdən qat-qat üstün idi ata. Onların ilan dilli haşan izələri... Amma Babəkin oğlu sağ salamat qaldı. Amma Babəkin oğlu sağ salamat qaldı. Düşmən sayca bizdən qat-qat üstün idi ata. Onların ilan dilli haşan izələri...
Mən düşmən arxa çevirmədim ata. Əgər bəxtim gətirdi sağ qaldımsa, bunu günah kimi mənim ayağıma yazma. Gel dalımca. Gecenin bu aleminde onu hara aparırsan? Hardaki mən varam. O da gerek orada olsun. 835-ci ildə Afşin adlı məşhur sərkərdə Xürrəmlərə qarşı vuruşan orduya baş komandan təyin edildi. O türk mənşəli idi. Öz qərargahını Xürrəmlərin istehkamına yaxın olan Bərzəndə köçürtdü və əks kəşfiyyatı gücləndirdi. Kəşfiyyat Xürrəmlər arasında təfriqə salır, onların ən yaxşı sərkərdələrini aradan götürürdü. Afşinin tədbirlərindən qorxuya düşən yerli iri fiyadallar, Babəkin sadiq tərəfdarları və müttəfiqləri Səhl ibn Sumbat, İbn Bəis və Əbu Musa tədricən ondan uzaqlaşdılar. Afşin hərbi təcrübəyə malik sərkərdə İranın və Azərbaycanın hakimi səbirli və tədbirli idi. Hətta Babəkin casuslarını da öz tərəfinə çəkirdi. 2 il özünə lazım olan məlumatı topladıqdan sonra həlledici döyüşə hazırlaşdı. Müharibə uzandıqca qüvvələr nisbətindəki fərq ərəblərin xeyrinə dəyişirdi. Buna baxmayaraq Xürrəmlər 836-cı ildə Həştadsər dağı yaxınlığında döyüşə qələbə çaldılar. Ərəb sərkərdəsi Buğa döyüş meydanından qaçdı. 837-ci ildə Xəlifə Afşinin köməyinə 2 böyük ordu və 30 milyon dirham pul göndərdi. Həmin ilin yayında Afşinin qoşunu Bəz qalasını mühasirəyə aldı. Afşin qan tökülməsin deyə əvvəl Babəkə sülh təklif etdi. Bağışlanması haqda xəlifədən fərman alacağını dedi. Bu hər iki tərəf üçün sərfəli idi. Xəlifənin məqsədi Babək kimi sərkərdəni öz tərəfə çəkib Bizansa qarşı müharibədə istifadə etmək idi. Lakin Babək əqidəsindən dönməyərək bu təklifləri xəyanət kimi qiymətləndirdi. Son döyüş 837-ci il avqustun 26-sında başlandı. Orta əsr tarixçiləri yazırlar ki, Babək xəyanət nəticəsində Səhl ibn Sumbatın qəsrində əsir alındı və Babəki ələ verdiyi üçün Səhl Afşindən 1000 dəfə 1000 dirhəm gümüş mükafat almışdı. Sonra yenə 100.000 aldı. Bütün dünyanın müsəlman hökümdarlarına Əmir əl-Möminin müraciəti. Eşidin və agah olun ki, bir olan Allahın köməyi ilə cəhənnəm zəbanisi, Rum imperator nəslindən olan Şimal hökümdarına qalib gəlmişik. Babək Xürrəmini əsir edib diz çöktürmüşük. Ya Əmir əl-Möminin, necə dedin? Rum imperatorunun nəslindən? Düz eşitmisən qoca. Daha biz car çəkib deyə bilmərik ki, 20 müharibədən sonra Çarıqlı çobana, dünənki karvançıya, dinsizin birine qalib gəlmişik. Ən uğrunda sona qədər vuruşmağı üstün tutan Babək, yaxşı silahlanmış çox saylı düşman ordusu ilə döyüşə başladı. Ərəblər qala divarlarını dağıtmaq üçün mancanaqlardan istifadə edirdilər. Afşin özü Babəkin sarayına baxan dağın üstündə qurduğu çadırda savaşı izləyirdi. Bəz qalasının müdafiəsində Babəkin etibarlı sərkərdəsi Adin başçılıq edirdi. Xürrəmlərin qeyri-adi igidliyi ərəbləri heyrətə gətirmişdi. Ərəblər Bəz qalasını çox böyük itkilər bahasına çətinliklə ələ keçirdilər. Ərəblərdən 100.000 nəfər, Xürrəmlərdən 80.000 nəfər həlak oldu. Ərəblər Afşinin göstərişi ilə Bəz qalasını 3 gün yandırdılar. 8.000-ə yaxın əsir götürdülər. Onların içərisində Babəkin ailə üzvləri və yaxın qohumlar da var idi. Babək Arazdan keçib Arana gəldi. Məqsədi yeni ordu toplayıb müharibəni davam etmək idi. Afşin Babəkin bağışlanması haqda xəlifədən məktub aldı. Lakin Babək yenə də fikrindən dönmədi. Belə olduqda xəlifə onu diri tutub təhvil verənə 2 milyon dirhəm mükafat verəcəyini bəyan etdi. Babək Bazarçayın sol sahilində Şəki qalasında keçmiş müttəfiqi Səhl ibn Sumbatla qarşılaşdı. Sumbat Babəkə aldadıb öz mülkünə gətirərək onun təhlükəsizliyinə təminat verdi. Sonra da xəyanət yolu ilə onu ərəblərə təhvil verdi. Babəki Afşinin Bərzənddəki düşərgəsinə gətirdilər. Sentyabrın 15-də onu Samiriyə apardılar. 838-ci il yanvarın 4-də
onlar Samirə yetişdilər. Xəlifə Möhtəsimin əmri ilə Babək martın 14-də edam edildi. Mən Afşinə demişdim ki, Bəz qalasının xarabəsini mənə göstərsin. Son dəfə vidalaşmaq üçün. Ne üçün o səni, miskin bir varlığı mənə göstərir. O hadisədən sonra nə üzdən yarıma gəlmişsən? Zavallı, sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir? O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq! İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Elə güman eləyirdim ki, sən də bu yolun yolcusu olacaqsan. Lakin sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür. Mənə zülm eləyirsən. Mən sənə çox demişdim. Sənsə az eşitdin. Mənə çox şey irad tutmaq olardı. Çünki mən Tuluqda zeytun yağı satan bir kişinin oğluydum. Amma sən Babəkin oğluydun. İndi mənim oğlum yoxdur. Sən mənim belimdən gəlməmsən. Ata, mənim ölümüm mənim üçün son silahdır. Bu silah dünyaya mərd gəlib mərd gedənlərin son silahıdır. Sənsə buna layiq olmadın. Yox ol. Yox ol ki, gözüm bir də səni görməsin. Öldür məni ata. Geçdi. Ölümü də mənə çox gördün. Əlvida da. Cəllad əvvəlcə onun dirsəkdən qollarını, qıslarını, sonra isə başını kəsdi. Heç kəs onun iniltisini eşitmədi. Cəllad onun sağ əlini kəsdikdən sonra Babək sol əli ilə bütün üzünü qana boyadı ki, bənizinin solğunluğunu ölümdən qorxmaq kimi hesab etməsinlər. Üsyansları qorxutmaq üçün başını Xorasana göndərib, bədənini isə hündür bir ağacdan astılar. Bu qayda ilə Babəkin qardaşı Abdullanı da Bağdad şəhərində edam etdilər. Xürrəmlər hərəkatı hər şeydən əvvəl istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Babəkin başçılığı altında xilafətə qarşı azadlıq müharibəsi 20 ildən artıq davam etdi. Ərəblər yarım milyon əskər və zabit itirmişdilər. Onlarla ərəb sərkərdəsi öldürüldü və ya əsir götürüldü. Uğursuzluqla nəticələməsinə baxmayaraq, Xürrəmlər hərəkatı xilafəti kökündən sarsıtdı. Əsarətdə olan digər xalqların azadlıq mübarizəsinə təkan verdi. Azərbaycanda xilafət əsarətinə qarşı üsyanın yeni dalğası başlandı. Babəkin Napoleonla oxşarlığı çox olmuşdur. Hər ikisi 20 yaşında sərkərdə olub, hər ikisinin müharibədə dövrü 20 il olub, hər ikisinin birinci arvadı özündən yaşlı olub, hər ikisinin onlarla qələbələri olub, hər ikisi dünyanın ən güclü ordularını məğlub edib, hər ikisi xəyanət nəticəsində məğlub olub, hər ikisi 20 il məğlub olmayıb, hər ikisinin müharibələrində milyondan çox adam qırılıb, hər ikisinin müharibələrində çox saylı millətlərin nümayəndələri döyüşüb, hər ikisi qərbə qaçarkən yaxalanıb, Napoleon ABŞ-a, Babək Bizansa, hər ikisi vətənini canından çox sevib.
Vay canım. Xürrəmlər hərəkatının miqyası, Xürrəmlərin nəzarət etdiyi torpaqlar. Xürrəmlər hərəkatının miqyasına görə dünyanın ən böyük üsyanlarından olub. 1600 ildə Avropada Babək üsyanı böyüklüyündə üsyan olmamışdır. 21 il çəkən müharibədə hər iki tərəf saysız hesabsız itki vermişdir. Həm də bu müharibədə bir çox millətlərin nümayəndələri iştirak ediblər. Xürrəmlər tərəfdən Azərbaycanlılar, Türklər, Farslar, Kürdlər, Albanlar, Ermənilər. Ərəblər tərəfdən Türklər, lap çox İranlılar, Ermənilər iştirak etmişlər. Üsyan dövründə xilafət Babəkin üstünə 8 ordu göndərmiş, bunlardan 6-sı darmadağın edilmişdir. Tarixçilər ərəblərin itkilərini fərqli qeyd edirlər. 155 min, 250 min, 500 min, 600 min, hətta 1 milyon deyən də vardır. Bu rəqəmlər normaldır. Təkcə Afşinin ordusu Bəz qalası uğrunda 2 ildə 100 min itki veribdir. Xürrəmlərin itkisi 833-cü ilə kimi çox olmayıb. 833-cü ildə Həmədan yaxınlığında Xürrəmlər 60 min, Afşinin ordusu ilə müharibədə isə 80 min itki veriblər. Xürrəmlərin itkiləri 21 il ərzində cəmi 100 minlərlə olsa da, ərəblərin itkiləri bundan qat-qat çox olubdur.